Bu günləri çox maraqlı bir videola qarşınızdayım. Bu günləri nə edirik? Alveriş eləyəcəyik. Ən yaxşı alverişi kim eləyəcək? Yusiflə Hüseynlə bir yerdə marketdən ən yaxşı və ən faydalı alverişi kim eləyəcək? Alverişi edəndən sonra nə edəcəyik? Gedib mamaya göstərəcəyik və onu puanlayacaq. Onu da artıq bilinəcək ki, evə faydalıdır yoxsa xərc olaraq qalır. Bu arada dostlar, UC və jetonlarınızı necə alırsınız dostlar? 070 218 46 40-a yazırsınız və ya həmçinin 055 218 46 40 və ya orxangames.com-a girib yenə də oradan da WhatsApp-a yaza bilərsiniz. Düyü götürəcəm. Birinci işimiz düyüdür. Hə, tamam, sən bu götür. Portaqal yaxşıdır bu. Nə bilim, bax da. Göstərək də bunu. Neçədir qiymətə də bax da. 20. Yusif müəllimin bir dənə gözəl seçimi olacaq. Çay götürdü, bəli. Çay alalım. Çay 2.90-a çay götürdü. Qəşəng. Çay da mən ağzı çay götür. Bəli, indi məndədir. Yumurta götürdüm mən də. Mən şirniyyat götürəcəm bu səfər. Nə götürürəm? Mən bundan götürürəm. Neçədir ki bu? Ki bundan götürəm, bəlkə bundan götürürəm. Bundan götürürəm mən. Neçədir bu? Neçədir arkadaş? Bir dənə bundan götürdüm. Tamam, bundan bir dənə götürdüm mən. Sıra kimdədir? Yusifdədir. Məndədir. Bunlar nədir? Qənddir bu. Makaron. Makaron götürür. Bundan götürəcəm. Bundan xoşlayıram. Spagetti. Spagetti, bəli. Spagetti götürür. Tamam. Toyuq. Salam aleykum. Bir dənə mənə bu böyüklərindən bir dənə verin də toyuğun. Hə, onu verin də. 7 manat olur ha o. Mən də toyuq götürdüm. İndi sıra mənə gəldi. Cipsi götürməyəcəm. Cipsi ziyandır. Cipsi zad yeməyin uşaqlar. Tapdım. Nutella. Ay dədə bax, sən rasxotsan ki ala. Tapdım, gözlə. Hansından götürüm? Seçəmirəm, mən hansından götürüm? Nutella götürüm, yoxsa şokku mokku yiyir. O 8 manatdır. Bir götürməyək. Bu çox bahalıdır. 8 manat. Ha, burada 4 manatlıq da var da. Götürdüm. 4 manatlıq. Ha, cay. Bəli, indi kimdir mənə? O yiyir caydıracı. Təndir çörəyi hardadır? Tamam. Abi la. Sənə. Bu et almayaq da. Acılı olaq. Yusif. Amma şey deyil, faydalı deyil. Mən bax da. Mən uzmaq istəmirəm, onu elə belə qalmışam. Uzmaq istəmirsən? Makaron götürmürsən, makaron götür. Düyü al deyə. Düyü almışam. Alıb. Ən Düyü faydalı şey orada almışam. niyə aldın ki? İndi bunu alaq da bir dənə. Acılı alaq Sən bir bunu dənə. götürdü, Rolton. Bilirəm. Nə idi desə fısıldadın, nəsə dedin, nə qalmışdı? Süd. Sidi götürərəm, değil mi? Eləmə də mən Sidi götürərəm, değil mi? Bir şey eləmədi. Mənim ağlımda bir dənə şey var. Sidanı, süt ən faydalı, ən sağlam şey. Gedək buradan, gedək. Mən başqa yerə gedirəm. Biz bu sürütdə də xotum yoxdur. Bir dəqiqə, bildim mən ata. Aha. Mən bildim. Sok. Soğuk hansından? Fikirləşmək lazımdır. Gələ. Qoy ora. Qoydun? Qoy. Sıra Yusifdədir. Burada bir dənə şor vardı, o çox qəşəngdir. Harda da o. Pendir satda götürə bilərsən. Şey, smetan var. Xama. Xama çox qəşəngdir. 6 manat 26 qəpik. Gələ, mən də bunu götür. 6 manat 26 qəpik. Götürdüm bunu. Tapdım. Yoğurt götürmək lazımdır. Aha. Yoğurt götürürəm. 2 dənə yoğurt. Atı bura gəl. Mərci. Mərci al. Mərci alaq da. Ankara qəşəng. Yox. O mərci bahadır. Nə olaq? Bunlardan alsın bilsən. Mənim də dənə yağ. Məncə bizim şeylərimiz yağ bunlardandır. Qarıqdalı yağdır bizdə. Alaq da. Qarıqdalı yağdan başqa. Deyə möcüzədən balacadan al da bir dənə. Al da. Bahadır. Bu allam hayata. Aldım nə yağ. Yağ lazım idi. Dostlar, bu videoya çoxlu like atın ki, belə videolar gəlsin. İndi bunları gedib evdə boss əlbəttə puanlayacaq. Ən yaxşı alveriş eləyən əlbəttə ki, qalib olacaq. O mənə çox istəyir. Yəni ki, nə alsam Hələ mən sonra onda getdik. Vermirsiniz də hə bizə yağı. Ən yaxşı və ən ucuz. Hə, verin ondan bir dənə. Al, araba getdi. Get arabaya gətir. Araba itiriblər, 1 saatdır vururam. Bəli, yağımızı aldıq. İndi ən ziyanlı şeydən birini götürəcəm. Amma çox ziyanlı da. Bildiniz də nədir? Hara gəldim mən? Deməli. Bu arada çox bahadır. Yoxsa mən orta boyu. Niyə bunlar bu qədər bahadır ki? Mən götürürəm bundan. Bəli. Cipsi götürdüm. Mən bu cür keyfdəyəm. aldın? Mərci. Bir dənə ağım nəsə var. Bax, bir dənə bir şey tapdım. Bax, ağlımdadır. İndi mən sıra gələcək yenə. Aha. Bildim, sütümüz də var. Yusif, bildin də yəqin nə alacam. Nesquik. Konserv alıram. Anladınlar məni? Fanımdan yesinlər. Bir dənə konserv alıram. Mal ətindən bir dənə konserv aldım. Boş vaxtlarımızda yeyərik. Sənə, indi ver mənə. Boş vaxtlarımızda yeyərik nə idi ala. Oy da, oradadılar, sən öl. Özdəki elə bir yerə gəlmişəm ki, burada ancaq şirniyyatdır. İndi bilmirəm bundan götürüm yoxsa başqasını. Deyək, bunu nəsə götürək də. Götürdüm.
Bəli, Nesquik götür. Nesquik götürdüm. Mən ən qəşəngini alıram, Quran haqqı. Mən Nesquikin yerinə bunu götürürəm. Çünki o çox baha oldu. 10 manata Nesquik olar qaqaş. Allah'ın olsun. Şu da məndə ki, mən bağlandım ki. Ay bu çox qəşəngdir. Bu heç yeməmişəm ya bundan. Bundan alacağam. Vallahi. Ha, götür. Gəl, aldım bundan. Bəli, belə Sıra bir sən şey gəldi ata. Kalbasa aldım bir dənə belə. Sən babası sən. Ha. Sıra məndədir. Çörək almamışıq. Gəl gedək mənə çörək alaq. Bir də makaron almısınız, makaron. Bir dənə belə zavod çörəyi alıram. Şu. Bir dənə də şu mənə o qutardı. Bəli. Ay şor alım. Ay şor yaddan çıxıb. Bu alaq. Şor. Sıra məndədir və belə bir kampaniya var. Üçü birində, ucuzdur. Bir dənə söz deyim indi. Yenə mənə gəldi sıra. Bu səfər başqa şey götürmək istəyirəm. Ata, mən tövsiyə ver. Belə şeylər götür. Mənə tövsiyə elə də bir dənə. O 45 qəpiyə onu götürək də. 2 dənə götür. Bundan 2 dənə götürürəm 45 qəpiyə. Ha, çox qəşəngdir. 55 qəpik deyil özü. Amma 45 qəpik. Aldım mən bunu ikisini. Bunların hamısı evdə ayıracaq və mama puanlayacaq bunları. Şanslar. Yaxşı. Hansımız yaxşı. Gəldik kassaya. Görək nə qədər tutacaq. Görək. Hüseyn nə qədər tutar səncə? Məncə 60 ya da 50 arası. 80 tutacaq. Mən deyirəm 70-i keçər. Aa! Gəldi evə və məndə nə qədər tutdu? 51 manat məndə tutdu. Hüseyn səndə nə 20 qədər? manat da məndə tutub. 20 manat. 25 manatda məndə tut. 20 manat, 25 manat və 51 manat. Bəli. Görək daha faydalı hansıdır? Kimdən başlayaq və boss ona puanlasın və desin. Gəlin Yusifdən başlayaq. Məndən başlayaq. Yusifdən başlayaq görək Yusifinki daha faydalı nədir? Başla. Yusif belə bir Rolton alıb. Bilmirəm də. Acaqdır. Bəli, belə bir En sevdiği. Çox qəşəng. yaxşıdır. Sonra bu Xama alır. xama alıb. O da Sonra evə yağ alıb, duru yağ. Əla. Şor alıb. Şəhər yeməyə. Sonra belə bir özü üçün nəsə şirniyyat alıb yenə. Gecə açıq. Və çay alıb. Faydalıdır bu saymaq olar. Manna alır. Və manna alıb. Manna da yaxşıdır. Sən mənim oğlum. Və əlbəttə ki mərc alıb. Mərcə. Bəli. Əla, əla. Ondan neçə? 8 9 7. 8 verirəm mən balama. 8 verir. Çox qəşəng. Qəşəng. Bəli, indi gəlin mənimkilə seçək. Bax, belə bir qəşəng endirimli su almışam. Limonlu arı. Qəşəng. Orxan bilir də. Sonra belə bir konserv almışam. O öz üçün çalışır. Sonra düy Əla. və evə yağ almışam belə. Qəşəng. Və burada da süd faydalıdır. Faydalıdır. Sonra yumurta almışam. O da əladır. Sonra sasiska almışam, endirimdə idi. Kalbasa almışam. Və belə bir yekə toyuq almışam. Əla. Bəli, mən aldıqlarım da bunlardır. Neçə? Sən aldığın super deyirəm 11. 10 dedik axı. 11 mən dedim. 11. 11. Ondan da nə olar mən 12 ver, nə olar? Bəli, Yusuf Hüseynkilərə baxırıq. Bəli. Belə bir yerə chips alıb. Evet, yəni o Hə. faydalıdır oğlum. Özündür də, özündür. Hə. Ha deməli 2 dənə yoğurt almışam. Faydalıdır da mama. Aha, qoy o tərəfə. O gedər. 2 dənə kakao almışam. Kakaolu nə bilim belə bir şey. Aha. Faydalı Sonra deyil. kar. Belə Çox almışam içməyə. Hamımız içəcəksiniz onu. O yaxşı. bəli, sonra belə bir natural sok alıb. Hə. Və əlbəttə ki, şəkər xəstələri bundan mütləq yeməlidir. Şokolad çıxmalı. Şokoladsa olmaz. Ya çıxmaq lazım. Nəysə. Nəsə. Sonra başqa nəyim var? Başqa işdə də Faydasız tipsi, şeylər. tipsi. Bəli. Chips də bunundur. Ha, ne? Bunlar da var. Ne şey. Bunu alıb, Kakao. ən ucuzundan alıb, qəşəng. Sərə Və belə bir şey alıb və bir də çörək alıb. Hə, bir də zavod çörək. Zavod çörək almışam. Zavad çörək alıb. Bəli. Onun üzərindən məndən inciməsən 5 verirəm sənə. Bir ən az sənə gəldi. İkinci mənə. Eləmə, Yox, amma. elə Sonra zaten verməyəcəm onda. Yaman verməyəcəm onda Yox, işdə. beş Mən 10 ver, verirəm. 10 ver etmə olmasa 100 verdə. Sənə 5, 8 və mənə də 11. Bəli, belə videolar üçün nə etmək lazımdır? Like atın və gözəl fikirlərinizi bildirin. Həqiqətən də pulun dəyəri yoxdur. Gördünüz ki, burada əlverişə hardasa 100 neçə manata yaxın pul getdi. Hər birinizə təşəkkür edirəm. Neçə belə bir Neçə belə illərə gəldi. Bəli, özünüzdən müğayət olun. Gələn videolarda görüşərik. Bu arada Hüseynin adcında yaxınlaşır. Çox maraqlı olacaq. Bəli, qəşəng olacaq. Bəli. Sizi sevirik və UC jetonlarınızı rahat şəkildə bizdən ala bilərsiniz. Bax, buradan nömrələrimiz gedir. 070 218 46 40, 055 218 46 40. Özünüzdən müğayət olun. Belə videolar istəyirsinizsə əlbəttə ki, like atın. Sağ olun. Sağ ol. Allah'a emanet. Allah'a emanet. Sağ olun.